Qəsəbəsi 190-ın dayanacağına yaxın, 2 sota yaxın həyətyan ərazisi var. 2-3 maşın rahat daxil ola bilir. Belə üzüm talvarı olan evimiz. Evin podvalı da hündürdür. Bax, daxil oluruq podval hissəsinə. Kombisindən belə hər şey var. Baxın, podvalda bu belədir. Bu kombisidir, görürsünüz. Evin yəni hər şey var da, gigaşa evdir. Atmalar da hamısı 5-15 atmalardır. Belə bir həyətyanı ərazisi. Gördüyünüz kimi Bakı gidrafonundan belə hər şey var. Həyətə 2 maşın rahat daxil olar. Evin daxili interyeri ilə sizi tanış edeyim dostlar. Daxil olduq. Pilləkənlə qalxırsan, sağa döndük. Bax, koridor sistemli evdir. Belə bir görünüş. Solda bir dənə qonaq otağımız. Əşyalar qalır elektronikadan başqa. Elektronika götürüləcək, qalan əşyalar qalacaq. Yataq otağı, bu digər yataq otağımız, sanitar qovşağı, aksesuarlar hamısı işlək vəziyyətdədir və sizi mətbəx hissəsi ilə tanış edirəm. Bu da mətbəximiz. Mətbəx mebeli necədir, hamısı çəkilibdir. Kombisinə belə hər şey var. Qiymət, dostlar, qiyməti 51.500 manat deyilir. Binə qəsəbəsi 190 axırı.